Salamlar, xoş gördük sizləri. Sloganımız Be Positive. Əgər səhifəni izləmirsə, elə indi səhifəni izləməyə alın. Çünki mənə gələn suallardan sizlər üçün belə gözəl podkastlar hazırlayıram. Bugünkü mövzumuz sizlərlə olacaq. Spam nədir? Spam əslində bizə niyə lazımdır və yaxud bizim hesablar sosial şəbəkədə niyə görə spama düşür? Spam ingilis dilində tərcümədə də məhdudiyyət və yaxud buna daha çox skam da deyirlər. Bu, veb saytlarda baş verirdi. Hansı ki, saytlarda donmalar baş verirdi, saytlar spama düşürdü. Bu da bir növ alqoritmdən kənara çıxmaq deməkdir. Məsələn, biz normalda saytda bir hesablama maşını kimi düşünün, hər hansı riyazi hesablamalar vermişik və o bunu etməyə davam edir. Amma məsələn 2+2=2+2-dirsə, bu normal qaydasıdır. Amma biz ona 2+2 vur 2 dedikdə isə sistem artıq qarışır və o daha çox zaman xərcləməyə başlayır ki, həmən problemi həll etsin. Sosial şəbəkədə də alqoritmlər belə işləyir. Müəyyən bir riyazi hesablamalar var. Məsələn, siz bu əlbəttə ki, Instagram alqoritmi tərəfindən təsdiqlənib, siz bir dəqiqə ərzində məsələn 5 rəy yaza bilərsiniz. Bu o deməkdir ki, normal olaraq biz cəmiyyətdə hər hansı bir problem və yaxud hər hansı bir xoşbəxt an, bir hadisə eşidəndə bizim rəy verməyimiz, yəni bir ehtimal nəzəriyyəsini düşünəndə bizim rəy vermə ehtimalımız ən azı bir 2 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə fikirləşməliyik. Çünki biz ora rəy yazırıq. Biz ora hər hansı bir smailik göndəririksə, bu tamamdır. Amma biz rəy yazırıqsa və alqoritmə də bunu bir insan yazıb, yəni insan arxasında proqram yazıb və bota qeyd edib ki, bir dəqiqə ərzində maksimum bir şəxs 5 rəy yaza bilər. Amma 5 rəydən çox olanda isə, interval da əlbəttə orada qeyd olunub, yəni 5 rəydən çox olanda avtomatik hesab qovurmaya alınır. Yəni ki, bu hesab bot hesab və yaxud robot deyil, bu normal insandır. Və alqoritm yenidən sıfırlanmaya gəlir. Yəni 24 saat ərzində siz rəy yaza bilmirsiniz. Çünki siz Instagramın yazdığı qaydalara riayət etməlisiniz. Bunu bizim başa düşə biləcəyimiz məişət dilində belə desək, siz yol hərəkəti qaydalarını pozmusunuz. Piyada keçidə olan yerdən yox, başqa yerdən keçmişsiniz və polis əməkdaşı sizi görəndə cərimə yazır. Düşünün ki, Instagramda da bu bot bizim polis əməkdaşıdır və sizin qaydaları pozduğunuzu görəndə sizin hesabınızı spama göndərir. Amma burada bir müddət var, bir gün. Amma siz davamlı olaraq bunu etdikdə, bu müddət 3, 7 gün və 1 ay qədər çəkə bilər. Amma siz bunu davamlı etsəniz, bir gün olacaq 7 gün və 30 gün. Bunu necə izah edim? Əlbəttə, yenə də məişət dili ilə. Məsələn, siz yol hərəkəti qaydasını piyada olaraq bir dəfə pozsanız, hər şey tamamdır. Amma siz bunu davamlı etdikcə nə baş verir? Cərimələrin sayı çoxalmağa başlayır. Instagramın da cəriməsi budur ki, həmin o bir gün olur 7 gün və 30 gün. Ona görə, əgər hər hansı bir qaydanı pozmusunuzsa, sizə bir bildiriş gəlir. Topluluq kuralları ihlalına görə biz sizin rəyinizi qəbul etmirik və yaxud izlənmənizi, bəyənmənizi qəbul etmirik. Yəni, orada belə bir bildiriş gəlir. O bildiriş gələndə heç bir qorxuya ehtiyac yoxdur. Narahat olmayın, hesabınıza problem olmayacaq. Sadəcə bir gün ərzində, 24 saat ərzində gözləməlisiniz. Məsələn, bu gün axşam 5-də hesabınıza spam bildirişi gəldisə, növbəti gün saat 5-dən sonra siz artıq rəy yaza bilərsiniz. Əlbəttə, burada spamın belə də hesaba görə növləri müxtəlifdir. Rəy yazmaqdır, bəyənməkdir, kiminsə səhifəsini izləməyə almaqdır. Burada hamısının limitləri var. Məsələn, siz bir dəqiqə ərzində 5 rəy yaza bilərsiniz, bir dəqiqə ərzində 10 bəyənmə edə bilərsiniz, amma ardıcıl etməməlisiniz. Kiminsə səhifəsində ardıcıl bəyənmələr etməməlisiniz. Daha sonra gün ərzində maksimum 20 səhifəni izləyə bilərsiniz və maksimum 20 izləyicini öz izləmənizdən çıxarda bilərsiniz. Ən əsası burada postları save etmək və digər funksiyalar da var. Yəni, siz bir funksiyanı davamlı olaraq etməyə çalışdıqda, alqoritmdə belə bir müdafiə sistemi var. Bu, həmçinin hesaba daxil olmada baş verir. Məsələn, siz hesaba bir dəfə daxil olmağa cəhd edirsiniz, parolu bilməyəndə yenidən parol istəyir. Siz bunu 3 dəfə edə bilərsiniz, limitli şəkildə. 3 dəfədən sonra nə baş verir? Hesabınız bloka düşür. Yəni, bu da müdafiə sistemidir. Yəni, hesab oğurlanması və yaxud hesab bağlanması demək deyil. Çünki siz qaydanı pozmursunuz. Siz sadəcə etməli olduğunuz əməliyyatı etmirsiniz. Buna belə bir şey ad vermək olar. Siz bir
oyun oynayırsınız və başlanğıc mərhələni keçməsəz, birinci mərhələni keçməsəz, ikinci mərhələyə başlaya bilmirsiniz. Bunun da əslində qaydası çox sadədir. Ona görə bu alqoritm dedikdə bildiyimiz informatika fənnində bu alqoritm bizə keçirilir və bəli və xeyr, belə deyək, sistemləri ilə işləyir. Əgər bir sistem doğru gedirsə, siz məsələn, 1 dəqiqə ərzində 5 rəydən artıq yazmırsınızsa, qaydalara əməl edirsinizsə, alqoritm bəli düyməsi ilə növbəti mərhələlər gedir və siz, məsələn, növbəti videoları izləmək, bəyənmək, rəy yaza bilirsiniz. Yox, əgər siz 5 rəyi keçsəniz, avtomatik gəlirsiniz xeyir düyməsinə və xeyir düyməsi yenidən sizi aparır başlada. Yəni, siz rəy yaza bilmirsiniz, bir gün 24 saat keçdən sonra isə rəy yaza bilirsiniz. Spamla bağlı gələn suallar çoxdur. Yəni, burada sadəcə insan olaraq bizim düşünməli olduğumuz məsələ budur ki, bir şey arzu etməməli. Məsələn, hər hansı bir şəxsin, şirkətin profilinə daxil olursunuzsa, bəyənmələri çalışın arzu etməyin. Bu çünki çox baş verir bizdə. Yeni bir səhifəni izləməyə alanda bir şəxsi və yaxud şirkəti yeni tanıdığımız üçün çalışırıq onun bütün postlarını, reelslərini bəyənək. Amma bunu bəyənərək həm o səhifəyə ziyan vermiş oluruq, həm öz səhifəmizə. Çünki alqoritm elə başa düşür ki, hər bu iki səhifədə bir bot oturur və iki səhifəyə də belə deyək, xeyir vermiş kimi qəbul edir. Yəni, siz şirkət səhifəsində davamlı olaraq bəyənirsiniz və bəyənən də sizsiniz və bunu davamlı olaraq edirsiniz. Yəni, alqoritm davamlılığı sevmir. Yəni, siz spontan hər hansı bir yerlərdən postları götürüb bəyənməlisiniz. Bunun ardıcıl etməməlisiniz. Ona görə spamın qaydası əslində sadə görünür, amma insanlar bunu çox çətin başa düşürlər. Çünki bu yenə də alqoritm Instagramın deyil də informatikanın bizə öyrətdiyi alqoritmdir və sadə bir proseslə işləyir. Əfsuslar olsun ki, arxa fonda sosial şəbəkələrdə duran adamlar botlardır, insanlardır. Sadəcə həmən proqramları yazan insanlardır və botlar tərəfindən, süni intellekt tərəfindən izah edilir və başa düşülür və qaydalar və belə deyə bloklanmalar baş verir. Günümüzdə artıq sosial şəbəkələrlə bağlı yenilənmələr çox gəlir. Daha çox isə bu Instagram ilə bağlıdır. Çünki Instagramda artıq süni intellekt artıq mesaj bölməsində olacaq və bizlər hansısa bir şəxsə yazanda artıq süni intellekt o şəxsin yenə bizə cavab vermiş olacaq. Çünki artıq o şəxsin səhifəsini analiz edib və verilən suallara görə cavab vermiş olacaq. Məsələn, ünvanla bağlı, necə əlaqə saxlamaq olar, iş saatları, daha çox suallara cavab vermiş olacaq. Amma ən əsas məsələlərdən biri də bundadır ki, insanlar artıq post paylaşanda, məsələn, hər hansı bir şəxs dəniz haqqında bir paylaşım edibsə, açıqlama hissəsində və hashtaglərdə dəniz haqqında belə deyək, yazılardan istifadə etməlidir. Əgər başqa yazılardan, məsələn, heyvanla bağlı və yaxud dağ ilə bağlı fərqli fikirlərlə belə deyək, açıqlamalar yazsa, həmən reels artıq izlənməyəcək. Çünki artıq süni intellekt reelsləri nəzarət edəcək və baxacaq, ona uyğun nəticəni çıxaracaq ki, yox, bu reels izlənməməlidir. Çünki şəxs belə deyək, qaydalara əməl etməyib, düzgün şəkildə biz dediyimiz kimi reelsin çəkilməsi və açıqlama hissəsinin yazılmasını doğru etməyib. Ona görə spamla bağlı yəqin ki, sizin sualları cavablandıra bildim. Çünki günümüzdə spam deyəndə insanlar qorxuya düşür, elə bilə hesablar bağlanır, hesablar oğurlanır. Bunlar heç biri əslində çox sadə dildə baş verir. Yəni, sizə əgər hər hansı bir tanınmayan, bilinməyən linklər, saytlar göndərirlərsə, çalışın, daxil olmayın. Və ən əsas da çox zaman bizə də gəlir, Azərbaycanla gəlir ki, Meta tərəfindən sizdə bloklanmalar baş verib, hesabınızı oğurlana bilər, ehtiyatlı olun. Sadəcə həmən hesablarda sizə kimsə yazırsa və yaxud hər hansı bir şirkət yazırsa, çalışın həmən şəxslərdə mavi işarə, təsdiqlənmiş işarə varsa, həmən şəxsləri ciddiyə ala bilərsiniz. Yox, həmən şəxslərdə əgər mavi işarə yoxsa, qorxmayın və öz işinizi davam etməyə çalışın. Əlbəttə ki, suallarınız olsa, rəy bölməsində yaza bilərsiniz və dinlədiyiniz üçün sizlərə təşəkkür edirəm və çalışın bu podkastı və yaxud YouTube-da olan bu videonu dostlarınızla da paylaşın ki, spama düşəndə bu video onların köməyinə gəlsin.